Hər kəsə salam. Bugünkü vlogumu səhərdən başlayıram. Hamısı indicə durmuşuq və səhər yeməyi yemək istəyirik. Əvvəlcədən kofeni üyüdürəm, sonra onu dəmləyəcəm. Həmişə kofeni turkada dəmləyirdim, amma türk qəhvəsi eləyirdim. Amma bu dəfə deyəndə ki, neçə vaxtdır ki, mən kofeni bu çaynikdə dəmləyirəm, French kofesini eləyirəm. Mənim belə variantı daha da xoşuma gəldi. Həm vaxt az sərf edirəm və həm də vaxt az sərf etməkdən də başqa keyfiyyətli bir şeyləri yemək, içmək istəyir adam həmişə, amma belə daha dadlı olur və mənə elə gəlir ki, kofenin tam dadı belə bilinir və süzəndə də burada kofenin xırtları qalmır. Ona görə belə buna daha üstünlük verirəm. İndi bunu belə dəmləyib saxlayacağam. Hal-hazırda bilincik bişirəcəm, çünki mənim balacam bilincik istəyir. Ona görə bilincik bişirinəcəm, bu kofe belə qalacaq, dəmlənəcək. Bunu tam aşağı etmirəm, saxlayıram. Dəmlənəndən sonra tökənə yaxın onu tam aşağı salacağım. İndi gördüyünüz kimi bilincik bişiririk. Həmişə mənə bilinciki kömək edir mənim balacam. O mütləq yumurtaları özü sındırmalıdır ki, bu bilincik alınsın. Və bilincikə mən 3 yumurta, 2 stəkan süd, 1 xörək qaşığı şəkər tozu, 1 çimdik duz və 1 stəkan un və yarım stəkandan biraz az duru yağ əlavə edirəm. Bunları hamısını qarışdırıram və bir müddət bu xəmiri saxlasaq yaxşıdır. Onda xəmir tam özünə gəlir və bilinciklər daha da yaxşı alınır. Amma mən bu dəfə saxlamadım, çünki mənim balacam heç cür dözə bilmirdi. Mən qarışdıran kimi sırazı bişirməyə başladım və mənim birinci bilincikim bu dəfə yaxşı alınmadı, amma adətən yaxşı alınır. O birisilər isə tam yaxşı alındı. Bu uşağın 3 yaşı olandan hər şeyi özü etmək istəyir və burada da görə bilərsiniz ki, südü özü tökmək istəyir. Hər şeyi özü etmək istəyir. Arada olur ki, hər şey dağıdır, alınmır, amma buna baxmayaraq bu uşaq heç cür başa düşmür ki, köməkli etmək lazımdır. Hər şeyi özü etmək istəyir. Mən də çalışıram ki, səbirli olum və bunları hamısını dözüm. Bu mənim 3-cü övladım olduğundan bilirəm ki, bu yaş keçir və bu dövr keçir. Onda da bu uşaqlar sakitləşirlər, başları özlərinə qarışır, öz oyunlarına qarışır. Bugün isə bizə kitab şkafları gəlməlidir və uşaq otağına sifariş etmişik. Uşaqların şkafları yox idi, yazı stolları var idi, amma kitablarını qoymağa bir yer yox idi. Ona görə sifariş etdik hər iki uşağa eyni bir formada şkaflar və onlar gəlməlidir birazdan. Ona görə bugün onları gözləyirik. Этот костюм, ну это не сладкие. Bilinçikləri bişirənəcən kofedə dəmləndi, indi onu süzürəm. Üstündən qaymaq əlavə edirəm. Qaymaq olmayanda biz süd əlavə edirik. Tam qara qəhvə bizdə demək olar ki, sevmirik. Bu da bizim şkaflarımız gəldi. Bunları belə qoydular. İndi bunların içini silmək lazımdır və hər şeyi ora yerbəyer etmək. Ustalar şkafları yerinə qoyandan sonra gördüyünüz kimi evlərimiz çox bərbad hala qalıb və ona görə əvvəl şkaflardan başlayırıq, onları silirik. Əvvəl istədim buranı silim, sonra gördüm ki, bunun üstündə plyonka var və onu çıxartmağa başladıq. Sonradan yenə də sildim. Deməli, bu polkaları siləndən sonra mən yerləri pilisosladım. Bütün tozu götürmək üçün və sonradan qəşəng kitabları yerbəyer edəcəyik. O bir uşaqlarımdan fərqli olaraq bu balacam pilisos, fen belə səslərdən çox qorxur. Ona görə həmişə onu otuzdururam bir yerə və başlayıram pilisoslamağa. Bir tərəfdən bu yaxşıdır, ayaq altında gəzmir, sakitcə oturur qıraqda, gözləyir ki, mən pilisosu bitirim.
Sonradan tozları təkrar götürdük. Çünki yenə də hardasa toz qala bilər. Pilisos eləyəndən sonra biraz toz qalxa bilər. Ona görə bir didim hər yeri keçdik və başlayırıq kitabları yerbəyer etməyə. Kitabları yerbəyer etməyə uşaqların özlərinə icazə verdim. Çünki bu şkaflar onlarındır və necə istəyirlər elə də qoysunlar. Çünki sabahları burada nəysə axtaranda, tapanda özləri tez bunu edə bilsinlər. Mənim oğlumun arzusu idi ki, onun belə rəftləri olsun və orada öz kolleksiyasını qoysun. O Lego kolleksiyasını yığır və ona görə onun yuxarı polkalarında belə Lego, maşın, samolyot belə bir şeyləri qoyur. Qızımda isə o isə kitab dəlisidir və ona görə onda bütün demək olar ki, rəftlərdə ancaq kitablar olacaq. Və son nəticəni göstərirəm sizə. Belə gözəl alındı. Deyim ki, sizə mənim çox xoşuma gəldi. Əvvəl pərdə burada necə qalırsa xoşuma gəlmirdi. Çünki pərdənin yaxınlığında uşaqların yazı stolu olurdu və uşaqlar pastayanı bu pərdəni ora-bura çəkirdilər və çox dağınıq göstərirdi. Hal-hazırda isə pərdə onlara da maneçilik etmir. Şkafın yanındadır. İşıq onlara yaxşı düşür. Ona görə bu pərdə də belə qəşəng öz yerində qalır. Və otaq girəndə otağa çox böyük görünür. Vizual olaraq elə bil ki, otaq böyüdür. Axşam gördüyünüz kimi hava qaralmışdı. Biz bu polkaları düzəldib qutarandan və biz axşam yeməyinə yanımızdakı bir restorana getdik. İstədik tez və dadlı bir nələrsə yeyək. Çünki çox gec idi. Bundan sonra nəyisə bişirmək çox çətin idi və uşaqlar öz istədiyini burada sifariş etdilər və biz də bir şaşlıq seti sifariş etdik. Uşaqlar həmişəki kimi, yəqin ki, uşaqların əksəriyyəti kimi kartoşka free sifariş etdilər. Su sifariş etdik, çünki biz çox icazə vermirik qazlı içkilərə. Və belə kartoşka freedir, cheeseburgerdir. Onlar da McDonald's yeməklərdir. Demək olar ki, yarım ildə bir dəfə ya 2 dəfə gedərik. Üstünlük veririk adi, normal bir yeməklərə və restoranda olanda bir balaca qazlı bir içkiyə icazə veririk. Evdə isə ancaq ev kompotları və çay, su. Çalışıram ki, lazımsız, ziyan getirici bir şeylər yeməsinlər, içməsinlər. Ona görə belə restoranlara da demək olar ki, çox az gedirik. Çünki ev yeməyi olaraq çox dadlı və çox faydalı olur. Özün bişirirsən və bilirsən ki, nə bişirirsənsə. Səhərsi gün mən öz işimlə məşğulam. Burada gördüyünüz kimi hələ ki sakitçilikdir deyənə, uşaqlar öz işlərindən məşğuldur deyənə, mənə heç kim toxunmur deyənə istədim biraz öz işimlə bağlı bir-iki dənə şey eləyim və keçən mənim vloqlarımda göstərmişdim ki, mən Temudan bir laminasiya aparatı sifariş etmişdim və indi onu birinci dəfədir ki, işdə baxıram ki, necə edirsə, necə bacarır öz işini və deyim sizə ki, çox laminasiya etdim, bir 10 verə belə etdim və çox gözəl laminasiya eləyir. Aparat özü heç bir damcı da qızmır. Əgər kiməsə belə aparat lazımdırsa, məsləhət görürəm Temudan bunu sifariş etmək, çünki çox rahat və çox mənim üçün çox faydalı bir şeydir. Çünki gedəndə belə yerlərə onlarda sifariş edəndə çox baha çıxır və belə özün evdə eləyəndə çox ucuz çıxır. Adi bu laminasiya paketlərin 100 dənəsi 14 manata aldım burada. Amma laminasiya eləməyə gedəndə onlar bir vərəyi 1 manata ya da 1 manat 20 qəpiyə belə eləyirlər və çox baha başa gəlir. Bugünün axşamı isə bacımgilə getdik. Bacımgil qutab bişirirdi və mamamı da çağırmışdı. Qutabı bişirən mamamdır. Göy qutabı və qabaqdan qutab bişirir. Hər ikisi çox dadlı idi. Burada görürsünüz uşaqlar oturublar və yeyirlər. Uşaqlar düzdür, bizdə hamısı göy qutabı xoşlayır. Bu qabaq qutabını demək olar ki, heç kim
balacalardan yemir, ancaq böyüklər yedi, amma inandırım sizə çox dadlıdır. Çox dadlı alınır. Və bu balacaların makiyajını görə bilərsiniz. Zarafatla onlara bu bacımın qızı makiyaj edib, bunları belə beziyib. Əlbəttə ki, bu evdə zarafatla olunan bir şeydir. Və onlar gördüyünüz kimi çox özlərindən razıdır. Və qabları yumaq axırda mənə düşdü və onları da mən yuram. Bu qədər şey bişirəndən sonra əlbəttə ki, çox qab-qacaq yığılır, ona görə bunları da yuyan lazım idi. Mənə də dedilər ki, əgər sən burada yemirsənsə, bunları da mütləq yumalısan. Çarəsiz qalıb hamısını yudum. Əslində mənim üçün qab yumaq bir çətin bir şey deyil. Mən çox xoşlayıram qab yumaq və çox tez yuyuram onları. Balacalıqda yadımdadır ki, çox ütüləmək xoşlayırdım. Qab da yumaq xoşlayırdım və ütüləmək, amma sonradan bir müddət çox ütüləyəndən sonra və nəsə ütüləmək mənim heç xoşuma gəlmir indi, amma qab yumaq hələ xoşuma gəlir. Çox yaxşı ki, deyirəm qab yumaq xoşuma gəlir, yoxsa qablarım hamısı qalacağı çirkin. Əslində mən çirkin qab saxlamıram, yediyim kimi, yeməyi bişirib, hamısı yeyən kimi onları tez-tez yığıb qoyuram yerinə. Məndə həm qab yuyan maşın var, amma inanırsınız, qab yuyan maşın heç yadıma gəlmir. O qədər vərdiş olmuşam ki, əllə yuyum. Qab yuyan maşını mənə uşaqlar arada bir yadıma salırlar. Mən deyəndə ki, çox yorulmuşam, onda yadıma salırlar. İndi gördüyünüz bu mamam bişirən yeməyin adı çıxandı. Bu ləzgi xalq yeməyidir və onu indi bişirəcək. Bu şorla bişirir, amma bunun həm kələmi ilə, həm də ətlə olur. Bir dəfə bişirib, video çəkib qoyacağam sizin üçün. Mənə baxdığınıza görə təşəkkür edirəm. Abunə olmağı unutmayın.